Su axtarır. Şəmkir rayonunun Könüllü kəndinin bir hissəsində suvarma suyu yoxdur. Sakinlər bu il pay torpaqlarında əkdikləri məhsulu suvara bilməyib. Səbəb ərazidə artezyanların işləməməsidir. Sakinlər problemin həlli üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bir nəticə yoxdur. Çarəsiz qalan kənd sakinləri ATV Xəbərin qaynar xəttinə müraciət edib ki, bəlkə problem işıqlandırılsa bir tədbir görülər. Bizim yoncalar yanır bu gündədir. Yəni suyumuz yox, bir şeyimiz yox. Artsamız yanıb. O birisi tərəflər hər kəsə su var, suluyur hər kəs. Biz tərəflər kül olub gedir. Şəmkir rayonunun Könüllü kənd sakinlərinin təxminən 40 hektara yaxın ərazini əhatə edən pay torpaqları bu il susuz qalıb. Bu isə məhsuldarlığa mənfi təsir göstərir. 2 hektar yarımdır. Mən oradan bir də damcı ot götürəməmişim. Mən keçən bu vaxtdan suladığım, kimə də müraciət edirəm, vermirlər su. 35-40 hektar yer. Bu ailələr hamısı bu kətçi onunla dolanır, əkinlə. Elə yerlər var ki, bir də qaba böyrümüzdədir. Taxıl əkilmir, bu su dərdi.